Ukrayna Təhsil Nazirliyini hazırda universitet tələbələri idarə edir. Burada tələbələr, xoş gəldiniz, lövhəsi asılıb. Sadəcə tələbə biletini göstər və içəri buyur. Başqalarına isə hələlik həyətdə durmaq məsləhətdir. İçəridə tələbələr Ukrayna təhsilinin dağıdıcısı adlandırdıqları devrilmiş son nazir də daxil olmaqla keçmiş təhsil nazirlərinin şəkillərinə baxırlar. Burada tələbələr təşkilatlanıblar. Binanı gənc oğlanlar qoruyur. İdarə mərkəzinin quraşdırıldığı tələbə auditoriyasında gənclər toplaşıb müzakirələr aparır, vaxt keçirirlər. Burada siqaret çəkmək, içki içmək və nəyisə korlamaq qəti qadağandır. Anton Savidi adlı bu tələbə Lvov Universitetinin tələbəsi olduğunu deyir. Biz korrupsiya ilə bağlı heç bir sənədin itməsini istəmirik. Tələbələr binanın qapılarının müstəntiqlər və televiziya kameraları işlərini başa vurduqdan sonra açılacağını deyirlər. Mətbuat konferansında tələbələr yeni nazirin seçilməsini və təhsildə islahatlar aparılmasını istədiklərini bildirib. Hüquq fakültəsinin tələbəsi 23 yaşlı Mlada Kaçurets çox şeyin dəyişməsini istəyir. Mən yeni dövlət qurmaq üçün təkcə fərdlərin yox, sistemin dəyişəcəyinə, qanun aliliyinin, insan haqlarının qorunacağına ümid edirəm. Bunlar yüksək məqsədlərdir, amma Mlada hesab edir ki, buna yaşlı nəsil deyil, gənclər nail ola bilər. Keçmiş Sovet respublikalarının hamısında problemlər var və bunlara səbəb Sovet sistemində yaşamış yaşlı nəsildir. İndi tələbə olan bu nəsil müstəqil Ukraynada, açıq dünyada boya başa çatıb. Ona görə də onlar sistemə yeniliklər gətirə bilərlər. Mlada gələcəkdə övladlarının, hökumətlə razılaşmayanların küçələrdə qətlə yetirildiyi bir ölkədə yaşamalarını istəmədiyini deyir. O, normal, sivil ölkədə qorxusuz yaşamaq istəyir. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.